Karışev və Qanun qəzetinin təəssüf və baş redaktoru Xurama Məhəmməd Quliyeva bu günləri redaksiyamıza bir vətəndaş üz tutub. Onun problemləri var. Gəlin onun özünü dinləyək. Buyur, müəllim, özünüzü təqdim edin. Mən Musayev Təşəkkür Musaoğlu. 18 sentyabr 1961-ci ildə Xocalı şəhərində anadan olmuşam, ali təhsilliyəm, ailəliyəm. Mənim gözümdə problem yaranmışdı. Mən bu problemlə əlaqədar cüzi bir problem idi mənim gözümdə. Mən həkimə müraciət elədim. Şuşa Poliklinikasının Qobu Park yaşayış kompleksində yerləşən Vətən qəsəbəsində Qobu Park yaşayış kompleksində orada yerləşən Poliklinikasına müraciət elədim. Həmin günü Məhərrəmova Fidan həkim Məhərrəmova Fidan məni qəbul elədi və mənim gözümdə bütün müayinələri apardıqdan sonra mənə dedi ki, heç bir şey yoxdur, boş şeydir bu. Dərman yazaram, qəbul edərsən keçib gedər. O mənə 2 ədəd dərman yazdı. Həmin 2 ədəd dərmana mən getdim dərhal 41 manat pul verdim, aldım, gətirdim dərmanı. Gətirdim, hətta birinci dəfə dərmanı özü tökdü mənim gözümə. Həmin dərmanı. Dərmanın adı nə idi, bildiniz? Bütün o dərmanların hamısını mən saxlayıram. O dərmanların. Adı yadımda deyil, amma bütün dərmanlar var, saxlayıram onları. Mən o dərmanı qəbul elədim, daha da pisləşdim. Ondan sonra sərsi gün, gecəni yata bilmədim, sərsi gün mən bir də həkimə gəldim. Mən həkimə gələndə artıq orada başqa bir xanım həkim idi. Sən demə, onlar bir gündən bir işləyirmişlər. Növbəyini. Bəli. İsmailzadə Şəhla. İsmailzadə Şəhla. Bəli, həmin həkim idi. Hansı xəstəxanada ora? Həmin Şuşa Poliklinikasının Qobu Park yaşayış kompleksində yerləşir. Vətən qəsəbəsində. Bəli, buyurun. Mən ona da müraciət elədim ki, bəs dünən gəlmişəm, bu dərmanları yazıblar. Bəs mən daha da pisəm, gecə yatmamışam, 2 dəfə təcili yardım gəlib üstümə. Mən ona bildirdim, o da mənə yox, bütün müayinələrdən keçirdi və mənə... Yəni sizin qazi olduğunuzu da bildi ki, siz qazisiniz. Bəli, mən orada birinci gedəndə mən bəlkə ağrıdım, orada çox adam vardı. Mən orada sənədi təqdim elədim. Həkimə ki, mən qaziyəm, mən veteranam, mən növbədən kənaram. Bizim hörmətli prezidentimiz bu göstərişi veribdir, şəhid ailələrdir, qazidir, veteranlardır. Yəni bir qazi olaraq onlar tərəfdən sizə qayğı göstərildi mi? Onlar tərəfdən bir qazi olaraq qayğı göstərildi ki, onların verdiyi dərmanlarla mən gözümü itirdim. Çünki mən getdiyim günü məndə 74% gözümdə görüntü vardı. 74%. Bu az görüntüdür. İndi siz müharibədə yaralanmışsınız. Yəqin ki, bədəninizin müxtəlif yerlərində qəlpələr də var. Var. Sizin başınızda var qəlpə? Yox, mənim başıma qəlpə. Yəni, üzr istəyirəm, ona görə bu sualı verirəm ki, bəlkə ondan əlaqədardır. Yox, heç mənim başımda qəlpə yoxdur, qəlpə mənim qolumdadır. O qəlpəni də heç çıxartdırmamışam, hələ də durur. Həmin qəlpə, sənət var, sənət verə bilərəm. O mənim əlimdə. Təbii ki, hamısını qəbul edəcək. Ondan sonra mən bir ay bura getdim, gəldim. Bir ay hər gün cürbəcür dərmanlar yazırlar, alıram, tökürəm. Bugün biri yazır, səhər başqa həkimdir. Bir gün Fidan yazır, bir gün Şəhləfə. Ay sağ ol. Sizin öncədən o gözünüzə dərman töküləndə pisləşdi, gözünüz görmə qabiliyyətini də itirdi, yoxsa sonradan oldu, bu tədricən oldu? Yox, sonradan oldu. Mən o gözümdə o dərman, ilk dərman töküləndə başladı ağrılar. Çünki ağrıyır, mənim gözüm sər-sər durdum yuxudan, gördüm gözüm azca ağrıyır. Məndə də bir xüsusiyyət var, mən Azərbaycanda olsam da
Mən də bir yerim xəstələndi, ağrı hiss elədim, dərhal həkimə müraciət edirəm. Belə çıxır ki, 3 aydan bir, 6 aydan bir həkim müayinəsindən keçirsiniz. Mən 3 aydan bir keçirəm həkim müayinəsindən. Çox gözəl. Onun üçün də mən tezdən durdum, getdim, Fidan həkimidir həmin günü, Fidan həkim məni qəbul elədi. Və müayinələrdən keçirdi, aparatlardan keçirdi, orada 2 il ya 3 dənə aparat var, bütündən də keçirdi. Ancaq mənə dedi, işte yoxdur, get bu dərmanları al. Heç nə yoxdur, dedi. Bəli. O rəsmi sizə yəni sənəd verdimi ki, sizin heç bir xəstəliyiniz, gözlə bağlı heç bir xəstəliyiniz yox? Yox, o mənə sənədlər verir, çox sənədlər var. Bu sənədlər hamısı ancaq gözümlə əlaqədar Hamısını götürəcəm. olan sənədlərdir. Xahiş edirəm, yaxınlaşdırın ora sənədləri. Bu sənədlər hamısı mənim gözümlə əlaqədar olan sənədlərdir. Bax, bilin. Bax, bunlar bütün reseptlərdir. Bir belə. Görün, bir gözə nə qədər resept, gör nə qədər dərman alır. Yox, axı sizə deyib sizin gözünüzün heç bir şeyi yoxdur. Necə oldu ki, bu boyda resepti yazıldı? Bu mənə dedi, Xahiş edirəm, ona bu mənə dedi ki, sizin gözünüzdə belə bir problem yoxdur. Bu dərmanları yazıram, alırsınız, bu dərmanları tökürsünüz gözünüzə bir ay. Heç bir şey yoxdur, bu dərmanların nə yazır? Yəni, soyuq dəyməsi varmı? Yox, heç, o barədə heç nə demədi, ancaq dedi ki, bu müvəqqəti bir şeydir, keçib gedəcək, bu dərmanları qəbul edin, ona görə də. Hansı ayda getmişsiniz, ildə getmişsiniz? Yəni, demək istəyirəm ki, yaz bölümüydü ki, gözdə. 2025-ci ilin fevral ayında. Fevral ayında. 2-ci ayda. Buyurun. Təxminən hardasa 12-si, 15-i var bu. Hal-hazırda da siz görmə qabiliyyətinizi itirmişsiniz. Tamamilə itirmişəm. Sağ gözünüz. Sol gözüm. Sol gözünüz. Sol gözümü mən tamamilə itirmişəm, görmə qabiliyyətini. Yəni bu dərmanlardan sonra oldu bu. Bəli, bu dərmanlardan sonra məni Buna bağlı sonra neynədiniz? Bunlar məni göndərdilər, gördülər ki, mümkün deyil, get-gedə göz zəifləyir. Məni hardasa ay yarımdan sonra məni göndərdilər Kəpəz hospitalına. Hansı ki, bugün biləsiniz Kəpəz hospitalında mənim müayinədən keçməyim barədə heç bir şey yoxdur. Çünki Üzr istəyirəm, sizə deyib heç nə yoxdur, sonra da göndərişlə verib Kəpəzə. ağrı kəsmədiyi üçün məni göndərdi Kəpəzə ki, gedib orada mən keçəm. Siz elə möhkəm ağrılarla getmişdiniz həkimə, yoxsa? Yox, mən həkimə Bu dedim. dərmanları qəbul edəndən sonra Dərmanları qəbul edəndən sonra məndə bağlar olur. Bəli. Bu iki şəxsin, Fidan xanımın və Şəhla xanımın dərmanların qəbul edəndən sonra mənim gözümdə ağrılar başladı. Tamamilə dözülməz ağrılar. Halbuki ki, elə olubdu ki, bir gecədə 3 dəfə, 4 dəfə təcil yardım gəldi mənim üstümə. Sonra gəldiniz Kəpəzə. Sonra məni göndərdilər Kəpəz hospitalına. Mən gəldim Kəpəz hospitalında. Bir xanım qazi olmamı da bildirdim. Çox mehriban məni qarşıladı. Çox sağ olsun, o xanıma sağ ol deyirəm. Adı nədir? Heç olmasa pisin adını çəkilir, yazsınlar. Yox, bilirsiniz necədir? Bunlar prokurorluqla, Binəqədi rayon prokurorluğu ilə məhkəmə tibbi ekspertizası və bu adlarını çəkdiyim bu 5 həkim mənim başıma elə bir oyun açdı ki, mən hətta insult keçirdim. Sonradan insult keçirdim. Ona görə orqanlarına da müraciət edilmək məcburiyyətində qaldı. Bəli, ona görə də mənim yaddaşımda hələ tam qayıtmayıbdı. Amma nə qayıdıbsa onun, mən bütün olanları danışıram sizə. Buyurun. Mən həmin həkim yoxladı, bütün müayinələrdən keçirdi məni, orada 4-5 dənə aparatdan məni keçirdi və mənə dedi ki, sizin gözünüzdə problem yoxdur. Dedim, axı mən ölürəm. Kəpəz hospitalında deyirlər. Kəpəz hospitalında. Dedim, mən ölürəm, axı deyirlər ki, burada heç nə yoxdur. Siz deyirsiniz ki, heç nə yoxdur. Dedim, mən olanı deyirəm, mən sizin aparatlardan keçirdim hamısını. Və eyni zamanda o mənə dedi ki, o yazıb, mənə dedi ki, indi apar, həkim sizə nə lazımdır yazacaq. Mən onu gətirib verdim həkimə. Lakin bu günlərin prokurorluq sorğu göndəribdir.
nə həmin Kəpəs hospitalında mənim adım keçən bir sənət yoxdur. Lakin onlar rəsmi sənət verib. Mən də rəsmi göndərişlə getmişəm. Şuşa Poliklinikasına da göndəriş veribdir. Sığorta ilə əlaqədar Kəpəs hospitalı özəl xəstəxana olduğu üçün orada sığorta ilə getmək lazımdır. Mən sığorta ilə getmişəm, onlar orada hamısını eləyiblər. Mən gəldim, ondan sonra məni göndərdilər Zərifə Əliyeva adına xəstəxanaya. Mən Zərifə Əliyeva adına xəstəxanaya gəldim. Xəstəxanada məni bütün müayinələrdən keçirdilər. Siz Xəzər hospitalından gəldiniz, Zərifə Əliyeva? Yox, Kəpəs hospitalından gəldim mən öz poliklinikamıza. Burada mən yenə də bunlar müayinə elədilər ki, heç nə yoxdur, bu dərmanlar sizi düzəldəcək, yenə də başqa dərmanlar yazdılar, mən o dərmanları alıb qəbul elədim, vəziyyət çox pis olduqca günü-gündən pisləşdi, yaxşılığa doğru getmədi, təzdən məni göndərdilər Zərifə Əliyeva adına xəstəxanaya. Mən getdim Zərifə Əliyeva adına xəstəxanada, orada mənə Qarayeva Leyla adlı həkim, Qarayeva Leyla adlı həkim, o da mənə başqa dərmanlar yazdı. O dərman, reseptlər, hamısını saxlayır. Dərmanların korobkası da reseptlərdə hamısını. Mən həmin dərmanı dedi, bunları qəbul elə, çox yaxşı olacaq. Mən həmin dərmanları qəbul elədim, lakin daha da pisləşdim. Həmin xəstəxanada daha da pisləşdim. Ondan sonra mən gəldim, bu məni təzədən... Sizə demədilər, bəlkə sizin orqanizmdə qəlbə daşıyırsınız, qəlbələrlə əlaqədardır. Bir söz demədilər ona? Yox, o barədə mənə heç bir sual verilməyibdir. Ondan sonra mən gəldim ki, axı mən ölürəm. Girdim baş həkimin yanına, xanımdır, səhv deyirəmsə İlhamə xanımdır. Və o, mən üzr istəyirəm bütün xanımlardan, çünki o bizim gözəl xanımların yanında, ona da xanım kimi müraciət edirəm, amma o bir xanım kimi yox, o məndən bir həkim kimi yox, tamamilə bir başqa tərzdə məndən danışdı. Nə idi səbəb, niyə? Niyə? Çünki mən xəstəyə tələb edirəm ki, məni müalicə edin. O da o həkimə pis gəldiyi üçün məni göndərdi həmin şöbədə 2001-ci otağa. Orada 2001-ci otaqda Əliyeva Natəvan adında bir xanımdır. Həmin xanım məni təmiz ekspertizadan keçirdi. Bütün ekspertizadan keçirəndən sonra mən sənədləri təqdim edeyim sizə. Orada dedilər ki, mənim heç bir gözümdə problem yoxdur. Orada da elə dedilər, heç bir problem yoxdur. Bəli. Sənədlərdə təqdim elədilər. Mənə dedilər ki, sizin gözünüzdə heç bir problem yoxdur. Zərifə Əliyeva adına xəstəxanada 2001-ci otaqda oturan Natəvan xanım məni bütün müayinələrdən keçirdi. Mən xəstəxanada bir çox müayinələrdən keçdim və ən axırıncı gəldim ekspertiza. Yazılmış üstünə ekspertiza. Həmin otaqdan da keçdim, gəldim. Natəvan xanım, mən ona inandığım üçün getmişdim. Mənə demişlər, o çox yaxşı həkimdir. Və eyni zamanda o insan kimi də yaxşı insandır orada. Mən onun davranışını gördüm də, mən qazi olduğuma qoyduğu hörmətdə gördüm. Həmin Natəvan xanım, bütün bunları, mən gəldim ki, sənədi cavabı verin, mən gedim. O mənə dedi ki, sizə bizim şöbə müdürü baxmalıdır. Natəvan xanım dedi. Bəli. Şöbə müdürü isə Qocayeva Aybəniz adında bir xanımdır. Qocayeva Aybəniz. Həmin xanım gəldi, mənə baxdı, özü də məni təzdən müayinə elədi, aparatlardan keçirdi və mənə dedi ki, sənin gözündə heç nə yoxdur.
Sənin problemin başındadır. Mən ona emirteli sənədlərini göstərdim və bax, orada mənə bu sənədi verdilər. Mənə dedilər ki, mənə dedi, sən get travmatolog tap. Yaxşı bir travmatolog, sənin gözündə işdə yoxdur. Və eyni zamanda bildirirəm ki, həmin bu xanım, biləsiz ki, bu Qocayeva ailənizin, onun sertifikatı yoxdur. Onun həkimliyinə xitam verilibdir 2021-ci ildə. Necə, hansı əsasən o fəaliyyət göstərir? Bilmirəm. Hansı əsasən onu fəaliyyət göstərdiyini mən bilmirəm. Amma rəsmi sənədlər var. Rəsmi sənədləri bizə təqdim edə bilərsiniz. O həqiqətən heç bir qanuna sığmayanda qanunsuz orada fəaliyyət göstərir. Mən sizə prokurorluğun qərarını verəcəm. Həmin prokurorluq sorğu göndərib Zərifə Əliyeva adına xəstəxanadan alıbdır ki, həmin bu xanım, bəli, Aybəniz adında həkim 2016-cı ildə buna sertifikat verilib və 2021-ci ildə bunun sertifikatı ləğv olunubdur. Mən başa düşə bilmirəm. Sertifikatı ləğv olunmuş bir həkim necə fəaliyyət göstərir və necə bu məni müayinə edir. Və eyni zamanda Natavan xanım yaxşı həkimdir. Natavan xanım məni müayinə eləyəndən sonra mən sənəd istədim ki, sənəd verin, mən gedim. O dedi ki, yox, sizə bizim şöbə müdürü baxmaq istəyir. O gəlib baxacaq. Şöbə müdürü də Aybəniz. Bəli, həmin şöbə müdürdə qanunsuz olaraq fəaliyyət göstərir. Heç bir fəaliyyətə ixtiyarı olmayan həmin xanım gəldi, məni müayinə elədi və mənə dili ilə dedi ki, sənin gözündə heç bir şey yoxdur. Bax, onun burada sənəddə qolu da var, bu sənəddə həmin xanım qol çəkib. Bu sertifikatı olmayan bir həkim necə fəaliyyət göstərə bilər, necə məni müayinələrdən keçirə bilər, necə orada baş həkim kimi oturur. Və bununla bağlı siz hara müraciət elədiniz? Mən bununla bağlı polisə müraciət elədim, polis göndərdi prokurorluğa, iş prokurorluğunkuydu. Mən özüm qəsdən göndərdim ki, orada da Təsdiq ki, həqiqətən bu qeyri-qanuni fəaliyyət. Bəli, polis çox gözəl bir iş gördü, heç bir araşdırma aparmadan, material prokurorluğun olduğu üçün dərhal onu göndərdi prokurorluğa. Prokurorluğa material getdi, həmin vaxtı həkimlər məndən hər şey verdilər eləyək. Mənim gözüm çıxmalıdır, 2000 pul istəyirlər. Həkimlər mənə hamısını eləməyə istəyirdilər. Həmin bu adları çəkdiyim həkimlər. Lakin prokurorluq onları çağırandan sonra, onlar prokurorluğa gedəndən... Necə hər şey eləmək istəyirdilər, onu mən başa düşə bilmədim. Biraz açıq danışın, görün. Gözümün çıxarılmasında, müalicəyə göndərilməsindən başqa dövlətə hamısını eləmək istəyirdilər. Yəni ki, siz şikayət eləməmək üçün. Bəli. Mən isə şikayət eləmişdim artıq. Ona görə prokurorluq onları çağırdı, Binəqədi rayon prokurorluğu. Onlar, baxmayaraq ki, əvvəllər mənə xahiş edirlər, şikayət eləməyim, bütün bunlar düzələcək. Amma prokurorluq onları çağırdı, onların izahını alandan sonra onlar eləmir ki, oldular ağa. Artıq onlar məni tanımadılar. Hansı rayonun prokuroru gözür istəyirəm? Binəqədi rayon prokuroru. Hətta mən Binəqədi rayon prokurorluğunda olan müddətdə orada müstəntiq çıxartdığı qərar düzgün qərar deyildi. Lap birinci dəfədən söhbət gedir. Təşəkkür mənim sizə. Mənim bir sualım var ki, yəni siz bu günlər redaksiyaya üz tutmaqda məqsədiniz nədir? Mənim bugün redaksiyaya üz tutmaqda məqsədim odur ki, mən prokurorluq tərəfindən 3 dəfə imtina aldım və məhkəmə tibbi ekspertiza tərəfindən imtina aldım. Onlar işə düzgün baxmadılar. İmtinada var burada o sənədlər? Bəli, bütün sənədlər var. Götürəlim. Bax. Məqsədinizi deyib? Bu bir.
Bu da 2. Bu da 3. Bak, bunlar həmin ekspertiza tərəfindən verilən sənədlərdir. Hansı ki, bunlar düzgün vermirlər. Ona görə ki, mən gedib xəstəxanada, daha doğrusu xəstəxanada yox, mən bir dənə məni özəl klinikaya göndərdilər. Özəl klinikada Benjamin adlı həkim məni bütün müayinə elədi, MRT elədi, hər şeyi eləyəndən sonra mən axşamıdır oturmuşdum. Mənə dedi ki, sən 5 həkimdən şikayət eləmişsən, amma sənin gözünü kör edən 3 həkimdir. Benjamin həkim bu sözü mənə dedi. Özü dedi və prokurorluq çağıranda o imtina eləmişdi. Mən onu görməmişəm. Prokurorluğun Nərmin xanım var, müstəntiq. O da çox mehriban adamdır. Mən hər dəfə gedəndə heç məni gözlətməyə qoymuyor. Dərhal məni qəbul edib ki, qazidir. Amma prokuror mənim heç nə qazi olmağıma hörmət qoymadı, nə veteran olmağıma hörmət qoymadı, nə övladlarımın veteran olmasına hörmət qoymadı, qazi olmasına prokuror. Həmin o Aybəniz həkimdir də dediyimiz, yoxsa kimiydi o sertifikatsız, qanunsuz fəaliyyət göstərən? Qanunsuz fəaliyyət göstərən Aybəniz xanımdır. Aybəniz xanım. Onun haqqında heç bir tədbir görülmədi. Hal-hazırda orada işləyir, fəaliyyət göstərir o. Hal-hazırda fəaliyyət göstərməyini bilmirəm. Amma mən yəni hardasa 1-3 ay bundan qabaq o adam fəaliyyət göstərirdi. Hə, 3 aydan öncəyə qədər, amma bu hadisə də olub 2024-ün 25-i. 25-i, bəli. Fevral ayı. Hətta mən prokurora sual verəndə ki, sertifikatı olmayan bir həkim necə işləyir burada insanları. Onun nə ixtiyarı vardı ki, o məni hansısa müayinədən keçsin. Onun sertifikatı yoxdur. Artıq biz hər bir məsələni bir sürətdə dinlədik, başa düşdük. İndi xahiş edirəm, müraciətiniz nədən ibarətdir, nə istəyirsiniz bu günlər? Mənim müraciətim ondan ibarətdir ki, mən nə demək istəyərdiniz? Mən qarışığı olmayan təmiz qanlı Azərbaycanlıyam. Və ona görə mənim xahişim odur ki, mən polis və prokurorluq orqanlarına inamım qalmayıb, inanmıram. Ona görə də mən istəyərdim ki, bu işi baş prokurorluq öz nəzarətinə götürsün və bu iş baş prokurorluqda araşdırılsın. Çünki mən Elşən müəllim Bakı şəhər prokuroru. Sözünüzdən belə çıxır ki, rayon prokurorluğu da yaxın hüquq mühafizə orqanlardır. Heç birinizə inamınız yoxdur. Yoxdur, heç birinə inanmıram. Çünki niyə inamım yoxdur? Şəhər prokuroru Elşən müəllim məni Binəqədi rayon prokurorluğunda mən qərara yazdığım üçün yazmışdım ki, qərarı alanda ekspertizanın rəyi ilə və prokurorluğun çıxartdığı qərarla razı deyiləm. Onlar düzgün qərar qəbul etməyiblər. Ona görə Elşən müəllim məni çağırtdırdı və özü də gəlmişdi Binəqədi rayon prokurorluğuna. Məni də çağırdılar, gəldim ora. Orada həkimin birinin həyat yoldaşının mənə hədə qorxu gəlməsin. Hansı həkimə xahiş edirəm onun adını deyil? Mən valla o ya Şəhlanın ya Fidanın həyat yoldaşıdır, amma mən elə bilirəm Fidanın həyat yoldaşıdır. Onun əri mənə zəng elədi, mənə bildi. Həmin nömrə durur, yəni biz öyrənək. Yox, mən o nömrəni mən müstəntiqə vermişdim. Lakin müstəntiq neyini o nömrəni bilmirəm. Amma mən... Sizə zəng eləyib nə deyirdi? Mənə zəng elədi, mənə dedi ki, mən falan kəsin həyat yoldaşıyam, sən mənim həyat yoldaşımı şikayət eləmişsən. Fidanla. Bəli, dedim, sən yox siz. Dedim, mənim 3 dənə ali təhsilim var. Mən uzun müddət hüquq mühafizə orqanlarında işləmişəm. Buna baxmayaraq, mən siz deyə sizə müraciət edirəm. Amma siz mənə sən deyə müraciət edirsən. Dedi ki, sən get o ərzəni götür. Dediyi tona görə səsimi qaldırıram, o necə mənə deyib. Get o ərzəni tez götür. Dedim, mən ərzə verməmişəm götürəm. Mən ərzə vermişəm,
ki, mənim gözümü Qalmışa baxılsın və gözüm kim tərəfindən? kim tərəfindən mənim gözüm kör olubsa, həmin şəxs öz cəzasını çəksin. Cavab ver. Mən bunu dedim, deyəndə bu qayıtdı ki, götürmürsən götürmə. Bir nə qədər ağır prokurorluğu deyil dedim mən. İndi mən zəng eləyərəm, prokuror öz yeri fəll eləyər. Mən başa düşmədim. Müstəntiq kim idi ki, yəni siz o nömrəni vermişdiniz ona? O Müstəntiqin adı nə idi? müstəntiqin adı, indi çəkdiməyə adı, Nərmin xanım. Çox yaxşı bir mehriban xanımdır, qazilərə hörmət qoyan xanımdır. O, mən gördüm. Hörmət iş görməkdir, elə Deməli xanım, siz bilin, şəhər prokuroru bütün o işlər məni dinlədi. şəhər prokuroru? Erşən müəllim Bəli. dinlədi, baxdı sənədlərə və prokurora göstəriş verdi ki, işi yenilirsiniz, mənə mərz edirsiniz. Hətta dedi ki, mənim adımdan ekspertizanın rəisinə deyil ki, düzgün qərar versin. Düzgün versin qərarı. Bu düzgün qərar verməyib. Binə qədər abi prokurorluğunda nə həkimin həyat yoldaşının mənə hədə qorxu gəlməsi, hədə qorxu gəlmə elə özü 3 il işdir. Cinayətdir. Çünki mən hüquq mühafizə orqanlarında işləmişəm, mən bunu bilirəm. Heç kim, heç kimə hədə qorxu gələ bilməz. Bütün bunlara baxmayaraq prokuror mənə o elə belə sözdür də. Ola bilər prokuror üçün elə belə sözdür. Mənim üçün elə belə sözdür. Ona görə də mən bunu prokuror orqanlarında ancaq baş prokurorluqda aparılmasını istəyirəm. Çox sizdən xahiş edirəm. Gələcəkdə də mən daha nələr varsa, onun hamısını prokurorluğa sənədləri təqdim edəcəm. Mənim bütün sənədlərim var. Bütün sənədlərim. Hörmətli izləyicilər, bu günləri biz Təşəkkür müəllimi, özə qazimiz, səhv eləmirəmsə siz ərizədə göstərmişdiniz ki, 2 oğlunuz da qazidir. Hətta Təşəkkür müəllimin 2 oğlu da qazidir. Özünə 3, bir ailədə 3 qazi. Gör vətən uğrunda mübarizə aparan, canından, qanından keçən, sağlamlığını itirən bu vətəndaşlara bəzi hüquq mühafizə orqanları tərəfindən, həkimlər tərəfindən yəni qanunsuz addımlar atılıb. Təbii ki, biz bunu aidiyyatı qurumlara göndərəcəyik, cavab alacağıq. Sizin səsinizi, bütün bu materialları mən baş prokurorluğa göndərəcəm. Bir də üzr istəyirəm sizdən. Mən çox xahiş edirəm, mənim xalqımın düşməni olan Bakı şəhər məhkəmə tibbi ekspertizasının və onun rəhbərindən mənim şikayətim var. Çünki onlar işə heç vaxt düz baxmırlar. Onlar həmişə maddi maraq güdürlər və eyni zamanda mənim hörmətli prezidentim adi insanlarla görüşür. Qanunsuz fəaliyyət göstərən həkim kiminsə yəni resit yazsın, gözünü kör eləsin, özü qazimiz, yenə də hüquq mühafizə orqanlarına müraciət eləməyinə baxmayaraq fəaliyyət göstərsin. Təbii ki, bu qanuna sığmayan bir addımdır. Mən nəyi qeyd eləmək istəyirəm? Bu günlərin hörmətli prezidentimiz insanları qəbul edir, görüşür, hətta qucaqlayır, öpür də çox qayğı göstərir. Amma bütün buna baxmayaraq bu günlərin Səhiyyə naziri heç kimi qəbul eləmədiyi kimi onun işçisi, Bakı şəhər məhkəmə tibbi ekspertizanın rəisi, mən 6 ay o xəstəxanalara getdiyim müddətdə onun yanına getdim, o məni qəbul eləmədi. Hətta nəinki telefonla qəbul edib, mən sözümü deyərlər, nə telefonla, nə belə məni qəbul eləmədi. O adam özünü hörmətli prezidentimdən yuxarı tutur, lakin o hörmətli prezidentimdən yuxarı ola bilməz. Heç vaxt var olmaz, çünki 2 əsrdə alınan torpaqları tək, heç kimsiz, köməksiz, yalandan deyirlər, o kömək eləmiş, heç kim kömək eləməyibdir. İlham Əliyev cənabları tək başına onu aldı o torpaqları və göstərdi ki, 2 əsrdə şükürlər olsun ki, İlham Əliyev kimi bir kişi ölkəmizə başçılıq edir. Mən də xahiş edirəm və istəyərəm ki, mənim bu səsimi də hörmətli prezidentimizə göndərəsiniz. Biləsiniz ki,
məni gör, bu həkimlər, ekspertiza, mənim ən çox şikayətim ekspertizanın işçilərindən, prokurorluğun işçilərindəndir. Çox xahiş edirəm. O mənim səsimi hətta prezident aparatına göndərin ki, qoy onlar tam qanuni ölçü götürsünlər. Qeyri-qanuni heç nə istəmirəm. Çox sağ olun. Sağ ol. Sağ ol.